Herkesi salamlayıram. Yeni bir videoyla karşınızdayım. Bugün 12 Aprel Azərbaycan şahmatının bir nömrəsi Şəhriyar Məmmədiyarovun doğum günüdür. Bugün onun 40 yaşı tamam oldu, yubiley olduğu üçün fikirləşdim xüsusi bir video hazırlayayım. Şəhriyarla mən tanışdığım çox uzun, səhv eləmirəmsə 2002-ci ildə ilk dəfə mən Şəhriyar Məmmədiyarovla Uşaqların Avropa çempionatında tanış olmuşdum orada. Artıq Şəhriyar Azərbaycanın ən önəmli şahmatçılarından biri idi. Mənim isə 10 yaşım vardı və yeni şahmata qədəm qoyurdum deməzdim, amma yəni hələlik böyük nəticələr əldə etməmişdim. Ondan sonra Şəhriyarla uzun müddət belə deyək bir yerdə işləməyimiz də olmuşdu. Xatırlayıram 2012-ci ildə hətta onunla 100 oyunluq blitz maç oynamışdıq Azərbaycanın müxtəlif bölgələrində. Sumqayıtdan başladıq, nə bilim, Qaxa qədər getdik. Orada hər şəhərdə biraz Azərbaycan turuna çıxmışdıq 2012-ci ildə. Şəhriyarın dəqiq xatirəsində qalar. Maç açığı çox acınacaqlı sonluqla bitmişdi o 100 oyunluq maç. Hesab dəqiq yadında deyil, amma yəni xoş deyildi nəticə. Orada Şəhriyar 2750 idi, mən 570 idim. Bir də Şəhriyarın blitzi orada öz sözünü deyirdim. Əlqərəz. Mən də bugün istədim elə fürsətdən istifadə edib onu təbrik edeyim və bir çox klassik şahmat oynamamışıq Şəhriyarla. Cəmi-cümü 2 dəfə, biri 2009-cu ildə Bakı Open-də olub, oyun heç etmişdi. Digəri isə 2013-cü ildə Türk Liqasında olmuşdu. Elə həmin oyunu sizin üçün qısa bir təhlil etmək istəyirəm. Heç dərinə getməmişdim o oyunda. Yəni analiz, heç vaxt analiz eləməmişdim. Elə birinci dəfə sizin üçün məhz bu videoda edəcəm. Nəticəni isə demirəm ki, maraqla bir çoxlarınız sona qədər izləyər. İndi isə oyuna keçək. Türk Liqasında açığı Şəhriyar Məmmədiyarovla qarşılaşmaq istəmirdim. Amma seçim yox idi. Məni deyəsən birinci lövhəyə qoymaya da bilərlər, amma o kapitan dedi ki, yox oynamalısan. Mən də dedim artıq oynayırsınız deyə oynayaq. Y4 ilə başladım. Y4, Y5, ATF 6. İspan debütü oynadıq. Şəhriyarın əsas açılışlarından biri idi. Hal-hazırda da məncə əsas açılışlarından biri də hal-hazırda Şəhriyar burada qala qurmaya deyəsən at Y4 gedişini daha çox oynayır, amma o vaxtlar fil Y7 Breyer variantına gedirdi. Breyer variantı isə budur. D6, C3, qala qurma, burada deyəsən atı B8 oynayırdı. Mən isə bu Breyerə qarşı bu D3 gedişini o vaxtlar xoşlayırdım. D3 həm də top Marshall'ın qarşısını alır, həm hal-hazırda anti-Marshall kimi çox məşhurdur. Şəhriyar burada B5 gəlmək əvəzinə D6 gəlir. Oynayıram C3 və fil J4. Məncə fil J4 ümumiyyətlə İspan quruluşlarında o qədər də yaxşı fikir deyil. Çünki H3-dən sonra fil H5-ə də qalır, çox da bir şey eləmir. Amma Şəhriyar bu vəziyyətləri sevirdi. Burada mən fikirləşdim ki, at D2 gəlsəm, Şəhriyar 100% J5 oynayır. J5 ümumiyyətlə Şəhriyarın sevimli gedişidir. J5, J4 hər yerdə demək olar ki, oynayır. Oynayır da hal-hazırda, yəni Şəhriyarla oynayanda elə birinci baxacağınız gedir, şahınız qısa qala qurubsa bu J5, J4 geyişi olmalıdır. Qərara gəldim ki, birinci top Y1 qoyum, qala qurmadan sonra at D2 gəldim ki, J5 oynamasın. O isə burada vəzir D7 qoydu. Vəzir D7 gələndən sonra isə at B2 qoymasam, bəlkə fili Y3-ə oynamaq olardı, J5-ə izin verməmək üçün. Amma dedim, mən də belə deyək ki, J5-dən qorxan oğlan deyiləm. Gəldim at D2. Şəhriyar da dərhal J5-ini oynadı. J5-ini oynadı, burada J4 gəlib xəttə açıb şaha hücum eləmək istəyir. Amma yəni o qədər də təhlükəli deyil. Burada at F1 oynayıram, J4, HJ, fil J4 və gəlirəm burada D4. Ümumiyyətlə rəqib cinahda hücum eləmək istəyəndə ən yaxşı üsullardan biri mərkəzi dağıtmaqdır. D4 gedişi ilə mərkəzi dağıdıram. B5. B5-dən sonra fil B3-ə də gələ bilər, C2-ə də mən fikirləşdim. B3-dən F7-ni nəzarətdə saxlamaq daha faydalı olar. Şəhriyar burada YD vurur, CD və fil F3. Bu əslində piyada qurbanı idi D4 gedişi. Burada at D4 vurur.
Amma nəzər yetirsəz, J5, J4 gedişinə görə artıq qaralar şah cinahına qala qurmaq imkanını əldən itirir. Uzun qala da qurmaq biraz çətindir, çünki bu piyadalar qabaqdadır. Şah mərkəzdədir, piyada üstünlüyü var qaraların, amma ağların yaxşı kompensasiyası var. Görək nə baş verir. Vəzir D3 oynayıram, C5 gəlib, burada at B3 vurmaq olardı, amma yəqin ki, atı D4-də saxlamaq daha xoş göründü. Üstəlik at B3 imkanları yaranır. Digər tərəfdən isə piyada önə getdikcə zəiflik də yaradır. At C3 oynayıram, atı oyuna gətirəm, top J8 hazırlayır. Burada A4. Vəzir cinahında açıq xəttə açmaq istəyirəm. Hal-hazırda AB gedişi biraz təhlükəli ola bilər. At C4 oynayır Şəhriyar, atı Y5-ə keçirmək istəyir. AB, at Y5, vəzir D1 və burada Şəhriyar səhvə yol verir. Və ən güclü gediş o qədər də asan deyil. At F3 gedişi idi. Atı qurban verib vəziri H3-ə gəlməli idi. Beləliklə artıq top J3 istəyir, amma ola bilər ki, Şəhriyar bunu görmüş də ola bilər, amma belə deyək ki, bəlkə H3-dən yayınmağa çalışırdı. Burada oyun necəsə H3-ə bitməlidir. Baxaq görək. Fil H4. Fil Y3 qoya bilərəmmi? Yox, fil Y3 olmaz. Vəzir D2 və burada belə bir təkrarlanma olmalıdır. Çətindir, yəni kompüter xəttidir. Burada üstəlik JF, vəzir H4, fil F4 gedişi də var. Yəqin ki, fil F4 ən yaxşıdır, amma fil F4-də vəzir H4 gedişindən sonra vəzir hücum eləyir və fili qaçanda yenə top J3 vurmaq olar. Şah J2 isə vəzir F4, top H1 və vəziyyət gərgin olaraq qalır. Burada at B3 səhv idi, vəzir B3, C5. Burada isə mən səhvi geri qaytardım. Burada vəzir A4 gəldi. Məntiqli gediş kimi gəlirdi. Vəzir A4-ün məqsədi nədir? Vəzir A4-ün məqsədi odur ki, vəzir B5 vura bilməsi və piyada öndə qalır. Amma burada nə baş verir? Vəzir 3-cü xəttdən J3 xanasını qoruyurdu və buna görə artıq fil H4 gedişi çıxdı Şəhriyarın. Fil H4 güclü gediş. Gələk vəziri C3-ə gələrdim. Əgər burada fil H4 gəlsə, artıq mənim at F5 gedişim var. At gözəl xanaya gəlir. Fərq nədədir? Fərq ondan ibarətdir ki, fil H4-də at F5 gəlsəm burada. Əslində o qədər də pis gediş deyil. 2 sual qoymaq istəyirdim, amma 1 sual qoyacağım. Çünki burada at F3 çəngəl var. Çəngələ düşmə imkanı var. Amma vəzir C3, vəzir B5, burada at F5 oynasaydım ağlar yenə piyada geridir, amma diqqət edin. Şah zəifdir, at çox yaxşı mövqedə dayanıb, piyadalar zəifdir. Ağların vəziyyəti daha üstün hesab edilir. Yəni udmaq şansları ağların var. Vəzir A4-dən sonra Şəhriyar, bəlkə də fil H4 gedişini mən görməmişdim. Fil H4, BA və fil J3, FJ, top J3 vurdu Şəhriyar. At F3 istəyir. Burada fil F4-ün əvəzinə, fil F4 də biraz şübhəli gedişdir. Top Y3 gəlməli idim. Həm dəyişmə, həm də fili oyunda saxlamaq. Fil F4 gedişindən sonra isə top B3 gəlir. Fil Y5, vəzir A4. Burada bir qədər dəyişmələr baş verir. Piyada A7-dədir. Normalda əgər bu top olmasaydı, məsələn top B4 ilə, B7 ilə A4 olmasaydı, ağların məncə udmağa əla şansları var. Amma bu vəziyyətdə heç bir uduşdan söhbət gedə bilməz. Çünki vəziyyəti artıra bilmirəm. Şah da yaxınlaşa bilmir. Bu xanə burada heçcə razılaşdıq. Bir anlıq lövhəni bağlayanda lövhə getdi. Dedim, elə bildim, özüm ekrandaydım, heç nə görməmişsiniz, danışmışam, amma yaxşıdır. Belə, oyun heçcə başa çatdı. Bu Şəhriyarla sonuncu klassik şahmatda görüşümüz idi. Ondan sonra əfsuslar olsun ki, oynamamışıq. Ümidvaram gələcəkdə hardasa bir də 2 dəfə oynamışıq Şəhriyarla. Birinci oyunumuz dediyim kimi 2009-da olmuşdu və həmin oyun da çox dərli bir oyun olmuşdu. Burada düzdür, heçsə bitdi, amma gördüyünüz kimi piyada qurbanı və taktikalarla zəngin idi. Ümumiyyətlə Şəhriyarın oyunları həmişə dinamika özündə ehtiva edib. Çox belə deyək, kəskin oyuncudur. Mən də kəskin oyunu sevirəm. Ona görə də görüşlərimizdə belə deyək ki, həmişə maraqlı anlarla zəngin olub. Bu qədər. Ümidvaram gələcəkdə də maraqlı oyunları sizlə paylaşaram öz karyeramdan. Bəlkə də növbəti hansı Azərbaycan şahmatçısının yubileyi deyə, ay günümü bilmirəm, amma bəlkə fikirlərinizi bildirin. Əgər xoşunuza gəlirsə bu cür oyunlar.
paylaşmağa davam edə bilərəm. Bir daha Şəhriyarın bu 40-cı yubileyi münasibətilə təbrik edirəm, uğurlar arzulayıram. Hələlik.